Bugün biz Quba rayonu Əlbey Qışlar kəndinə gəldik. Şəhidimiz Səmra Fətəliyevin evinə. Bizimlə birlikdə Zümrüd xanım və xalq artistimiz Zümrüd xanım və bizim bəstəkarımız, gənc bəstəkarımız İlahə Qismətdə şəhidimizə evində qonaq oldu. Bugün həm də 26 iyun Silahlı Qüvvələr günüdür. Bugün münasibəti ilə bütün silahlı qüvvələrimizin hamısını təbrik edirəm. Allah həmişə bizim göyümüzün, səmamızın üstü həmişə açıq olsun. Heç bir dava, müharibə olmasın. Bizim gənc bəstəkarımızın hətta Dəmir Yumruq adlı baleti var ki, o da 44 günlük müharibəyə həsr olunmuşdu. Və xalq artisti Zümrüd Məmmədova biz bilirik ki, bizim el qızımızdır. El qızımız hər zaman müharibə cəbhələrində olub və konsertlər verib. Baxmayaraq ki, orada gərgin vuruşmalar gedib, amma hər zaman əskərlərimizin yanında olub. Zümrüd xanım, bəlkə bir-iki kəlmə siz də deyirsiniz. Bugünkü gündə biz bu şəhidimizi ziyarətə gəldik. Silahlı qüvvələrin bu gözəl bayramında biz istəmədik ki, bu şəhidlərin ruhunu şad eləməkdən kənarda duraq. Gəldik, onun ailəsinə görüşdük. Şəhidimizi yad elədik. Allah bütün şəhidlərimizi ruhunu şad eləsin, nurlar içində yatsınlar, cənnət məkan olsunlar, Allah onlara rəhmət eləsin. Çox sağ olun, mən də çox sağ olun deyirəm Cənafər müəllimə də, Zümrüd xanıma da, qızına da sağ olsunlar ki, bugün də bizi tək qoymadılar, bizi yad edildilər. Şəhidlərimiz bizim fəxr yerimizdir. Çox şey demək olar təbii ki. Allah rəhmət. Allah razı olsun. Çox sevirsən ki, sənin bütün əsərlərin elə şəhidlər haqqındadır. Bunu biz yaxşı bilirik. 44 gün. Allah sizə can sağlığı versin. 44 günlük, Cəmafər xanım, 44 günlük Müharibəyə əsr olmuş əsərim var təbii ki, bu mənim üçün. Yəni mənim əlimdən gələn budur. Onların şəhidlərimizin elədiyi qarşısında biz nə edə bilərik ki? Yəni çox söz demək olar təbii ki, ürəyimiz doludur, çox danışa bilərik, amma təəssüf ki, danışa bilmirəm. bütün incəsənət adamları əlindən gələni bizim də əlimizdən bu gəlir. Mən müharibənin ən qızğın vaxtlarında, müharibənin başlandığı gündən mən müharibə zonalarında olmuşam. Öz mənəvi xidmətimi onların bir anası kimi, ən yaxınları kimi mən onların yanında olmuşam. Mən onlara öz mənəvi dəstəyimi göstərmişəm. Mənim qızım İlahə Qismətdə öz əsərləri ilə Dəmir Yumruq Zəfər baletini yazıb, bu şəhidlərimizə həsr eləyib. Cəmafər xanım da mənim el qızım, kitablarında bu şəhidlərimizi vəsf eləyib. Mən görürdüm həmişə bir yerdə elə olub ki, şəhid ailələrini ziyarət eləmişik. Ürək yanğısı ilə bir üzümüz ağlayıb, bir üzümüz gülüb. Əlimizdən nə gəlir? Bizim hamımızın borcudur ki, vətən də bizim anamızdır. Ana torpağı qorumaq hamımızın borcudur. Cəmafər xanım sağ olun ki, mən öz mahnılarımla, səsimlə, İlahə xanım öz musiqiləri ilə, sən də bu qızıl qələminlə vəsf eləmirsən bunları, bizim əlimizdən bu gəlir. Allah sizlərə səbir versin. Ruhları şad olsun, məkanları Bizim cənnət olsun. şəhidimizin gözəl anası. Sağ olun. Səmra da könüllü gidib döyüşdə. Ev oğlu deyil, el oğludur. Özü yazdı. O hamımızın oğludur. Sinəsinə sipər O edin. hamımızın oğludur. Nə ki sizin oğlunuz. Qürurlu. Bütün bu Azərbaycan Aynen. Respublikasının oğullarıdır. Allah bütün O da bədənini şəhidlərimizə sevir, rəhmət heç eləsin. bizi də düşünmədən. Müharibə başlananda sevinirdi ki, gedib qələbə çalacaq. Həmişə də elə deyib ki, biz qələbəni mütləq qazanmalıyıq. Mən orada Başqa getməliyəm. söhbət ola bilməz. Mənim yerim oradır. Mənim balam da Amma bir düşmən gülləsinə
şəhidlik zirvəsinə yüksəldi. Bu gün bütün şəhidlərin ruhları şad olsun. Məkanları cənnət olsun. Analarımıza, Gözü əzizlərimizə, yaşlı olmasın. həm gözü yaşı olmasa, həm də Allah onlara səbir versinlər ki, onlar gözəl dünyadadır. Onları Dünyamız salamat olsun. Allah Yəni ki- əsgərlərimizi, orada yenə bizi qoruyan balalarımızı qorusun. bəli, inşallah. bu gün cəbhədə Siz də çox sağ olun. Sağ olun. Sayımızı Sağ olun. Gözəl bizi- simalı balalarımız bilirik ki, cənnətdədirlər. Onların ruhu bugünkü gündə də şaddırlar. Onlar sevinir ki, vətənimiz azaddır. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Sağ olsun ölkəmizin bir də bu rəhbəri, Oğul ölkəmizin Yol jurnalının təsisçisi Raziyə xanım Kamil qızıdır. Hətta ona aid, yəni şəhidimizə aid şeir də yazmışdı. Dedi mənim adımdan da üzrxahlıq eləyərsiz, tədbir olduğu üçün gələ bilmədi və bu gün mən deyə bilərəm ki, onun bu jurnalı əksərən şəhidlər haqqında verilir o şəklər. Oxuya bilərsin. Məndə eynə yoxdur, ev yoxdur. İgid Səmral, silaha sarıldı vətən övladı. Dillərdə dolaşdı adı Səmralın. Gəldi qulağına ana fəryadı. Buna dözmür ürək, ay vətən oğlu. Yüksəldi göylərə ahım, fəryadım. Dağıldı evlərim, uçdu sarayım. Dərdimə dərmanı harda arayım? Buna dözmür ürək, ay vətən oğlu. Döyüşdün Qarabağda hünərlə. Səsin gəldi Füzulinin dağlarından. Ucaldın şəhid tək ali məqama. Qəhrəman oğlusan, ay igid Səmral. Çox Rəziyə sağ olun, Kamil sağ qızı. olun, çox sağ olun. Siz də Bugün sağ olun. buradan Şairə xanımıza biz təşəkkür edirik. Çox gözəl şeir vəsf eləmişdi.